uşaqlar, hər vaxtınız xeyir olsun. Bu gün 4-cü sinif KSQ 1-dən test nümunəsi işləyəcəyik uşaqlar. Birinci suala baxaq. Hansı sözü sətirdən sətrə keçirmək olmaz? A bəndi motor, B bəndi mürəkkəb, C bəndi pləkan, D bəndi axır. Əlbəttə ki, uşaqlar, burada düzgün bənd hansı olacaq? Hər birini keçirtmək olar, amma axırı hecaya böləndə A və xır. Düzdür? Burada A tək qala bilməz. Ona görə də sətirdən sətrə keçirdərkən hansı söz sətrdən sətrə keçirmək olmaz? Axır sözünü. Burada götürürük D bəndini. Getdik ikinci suala uşaqlar. Görək ikinci sualda nə deyir? Fəaliyyət sözündə neçə səs var? Uşaqlar, fəaliyyət sözündə özündə 9 hərf var, düzdürmü? Neçə səs var deyəndə gəlin yazaq. Tələffüz zamanı olacaq fəaliyyət, düzdürmü? Neçə səs oldu? 1, 2, 3, 4, 5, 6, 7. Ona görə də C bəndi 7-ni götürəcəyik. Üçüncü sual. Hansı sırada söz ancaq incə dodaqlanan saatlərdən ibarətdir? Uşaqlar, incə dodaqlanan hansıdır? Ödü, ödü də düzdür. O hansı bənddədir? Gəlin baxaq. A bəndi boyun, xeyr bu deyil. B bəndi mükafat. Bu da deyil, çünki A var burada. A heç vaxt dodaqlanmır. C bəndində isə böyük, incə, həm də dodaqlanandır, düzdürmü? D bəndində ülkə, burada dodaqlanmır. Onsuz da o bəndi götürə bilmərik. Dördüncüyə baxaq. Siz neçənci sinifin şagirdlərisiniz cümləsinin sonunda hansı durğu işarəsi qoyulmalıdır uşaqlar? Əlbəttə ki, sual olacaq da, sual verirək, düzdürmü? 5-ə baxaq. Cəm şəkilçisi qəbul etməyən söz hansıdır? Dəftərlər deyə bilərik, göllər deyə bilərik, şəhərlər deyə bilərik, amma əhalilər deyə bilmərik axı. Əhali elə özü toplu isimdir də, cəm şəkilçisi ilə qəbul etmir. Elə özü topluluq bildirir, düzdürmü? Əhalidir, ilxıdır, sürüdür, cəmaatdır. Düzdür, bunlar toplu isimlərdir. Ona görə də A bəndini götürürük. 6-ya baxaq. Təbiət sözünün tələffüzündə 5-ci səs hansıdır? Uşaqlar, nə demişik? Tələffüz zamanı ora nə daxil olur? Təbiət sözünün tələffüzü zamanı Y əlavə olunur. Düzdürmü? Olur təbiət. 5-ci də ona görə nə düşəcək? B bəndi Y hərfi. Hansı söz birləşməsi səhvdir? 7-yə baxaq. Şad xəbər, köhnə insan, soyuq su, isti çay. Uşaqlar, köhnə insan olur, heç diqqətinizi çəkdi bu söz. Köhnə kitab olur, düzdür? Köhnə şəhər olur, amma köhnə insan ola bilməz axı. Ona görə də B bəndini götürəcəyik ki, səhvdir. Sözün səs tərkibi dedikdə nə əsas götürülür uşaqlar? Əlbəttə ki, tələffüz. Tələffüz, düzdürmü? Sözün tələffüzü əsas götürülür. Getdik 9-a. Verilmiş sözlərdən biri eyni köklü deyil. Bağça, bağlıq, bağban, bağırsaq. Əlbəttə ki, bağçadır, bağlıqdır, bağbandır. Burada sözün kökü nədir? Bağdır da, bağ sözündən yaranıb. Amma bağırsaq sözündə xeyr. Ona görə də D bəndini götürürük. Ona baxaq, hansı söz həm xüsusi isim, həm də sifət kimi işlənə bilər? Sevil, Güllü, Nərgiz, Nəcəf. Əlbəttə ki, Güllü bir var ki, xüsusi isim kimi işləndi. Güllü mənim ən yaxın dostumdur. Bir də var ki, bacımın güllü köynəyi çox gözəl idi. Necə köynəyi? Güllü köynəyi sifət kimi işləndi, düzdürmü? Ona görə də B bəndi. 11-ə baxaq. Hansı sözün tərkibində 4 cür yazılan şəkilçi işlənmişdir? Məktəblər, lallərdir. Bunu bilirik. Keş, zəhmətkeş sözündə. Bunu da bilirik. Salamlardır, salamla olsun, salamla. D bəndi salamladır. Hə. Lalə şəkilçisidir. Amma dənizçi söz isə çı, çi, çu, çü 4 cür yazılan nədir uşaqlar? Şəkilçidir, düzdür? Atalar sözünü tamamla. Ağac bar verəndə neyniyər uşaqlar? Başını aşağı əyər, düzdürmü? Yalançının evi yandı, heç kəs ona inanmadı. Gülmə qonşuna, gələr başına. Daha siz 4-cü siniflər, böyük uşaqlar olduğu üçün bir də daha sözlə yazmıram. Şifahi dedim, siz də bildiniz. Uşaqlar, kəsəgələrdə sizə uğurlar arzulayıram. Kanala abunə olmağı, takip etməyi unutmayın ki, davamlı izahlara baxa biləsiniz. Hələlik.